Salam. Müəssisə resurslarının planlaşdırılması sistemi, proqram təminatının istifadə qaydalarının izahına həsr edilən növbəti dərsimizdir. Mövzumuz maliyyə uçotu moduluna daxil olan hesabatlar alt moduludur. Maliyyə uçotu modulunda mükəmməl və çox təyinatlı hesabat sistemi mövcuddur. Bu sistem müxtəlif parametrlər əsasında alına bilən standart hesabatları, eləcə də əlavə təhlil üçün istifadəçilər tərəfindən dinamik qaydada yaradılan xüsusi hesabatlara əhatə edən böyük bir siyahıdan ibarətdir. Hesabatların tam və düzgün alınması üçün sistemə aid olan bütün sənədləşmələrin səhvsiz aparılması zəruridir. Hesabatlar alt modulunu yükləmək üçün ilk öncə SERP sisteminin ağacvari strukturunda hesabatlar menü bəndinin qarşısındakı müsbət üzərində mausun sol düyməsini klikləyirik. Nəticədə ekrana təyinatlarına uyğun olaraq aşağıdakı qruplar üzrə birləşən maliyyə və analitik hesabatların siyahısı çıxır. Büdcənin planlaşdırılması, əsas hesabatlar, bank hesabatları, marketinq hesabatları, əsas vəsaitlər üzrə analitika, agentlər və distributorlar, rəhbərin hesabatları, ambar, memorial order. Hal-hazırda maliyyə uçotu modulu müəssisə və təşkilatlarda maliyyə uçotu ilə bağlı 40 hesabatın alınmasına imkan verir. Maliyyə hesabatlarının formalaşdırılmasını əyani nümunələr üzərində nəzərdən keçirək. Müxabirləşmələr hesabatında sistemdə yaradılan bütün müxabirləşmələrin siyahısı əks olunur. Bu hesabatı almaq üçün hesabatlar, əsas hesabatlar, müxabirləşmələr menü bəndlərini seçirik. Alınan hesabat forması aparılan əməliyyatlara uyğun yaradılan müxabirləşmələri əks etdirən cədvəldən ibarətdir. Bu cədvəldə hər bir müxabirləşməyə uyğun əməliyyatın təsvir olunduğu kitab, əməliyyatın adı, debet hesabın kodu, debet hesab, kredit hesabın kodu, kredit hesab və ödənişin növü məlumatları əks olunur. Cədvəlin hər bir sətrinin qarşısındakı müsbət işarəsini klikləyən zaman həmin sətirdə göstərilən müxabirləşmənin açılışı, yəni müxabirləşmə məbləğinin təyin olunması üçün düstur və şərtlər əks olunur. Bütün hesablar üzrə dövriyyə hesabatı müəssisənin bütün hesablar üzrə dövriyyə fəaliyyətini özündə cəmləyən hesabat sayılır və müəssisənin maliyyə sahəsi üçün əvəzolunmazdır. Bu hesabatı almaq üçün hesabatlar, əsas hesabatlar, bütün hesablar üzrə dövriyyə menü bəndlərini seçirik. Açılan bütün hesablar üzrə dövriyyə pəncərəsində kitab, tarix, müəssisə və valyuta üzrə seçimi aparılır və bu sahələrə məlumatlar açılan siyahılardan seçilərək daxil edilir. Nəhayət, hesabatı almaq düyməsi kliklənir. Həmçinin, alt hesablar üzrə dövriyyə hesabatlarını da almaq olar. Alınan hesabatı çap etmək və Excel və Word tipli fayla ixrac etmək olar. Bir hesab üzrə dövriyyə hesabatında analiz yalnız bir hesaba istinad edərək aparılır. Bir hesab üzrə dövriyyə hesabatında hər bir hesab üzrə seçilmiş vaxt intervalının başlanğıc və son tarixləri üçün debet və kredit qalıqları, eləcə də debet və kredit üzrə dövriyyə məbləğləri əks olunur. Bu hesabatı almaq üçün hesabatlar, əsas hesabatlar, bir hesab üzrə dövriyyə menü bəndlərini seçirik. Sonra açılan bir hesab üzrə dövriyyə pəncərəsində kitab, tarix, müəssisə, hesab və valyuta sahələrinə məlumatlar açılan siyahılardan seçilərək daxil edilir və hesabatı almaq düyməsi sıxılır. Pul vəsaitlərinin dövriyyəsi hesabatı seçilmiş tarix intervalında müəssisə və ya onun struktur bölməsində
pul vəsaitlərinin hərəkətini əks etdirir. Bu hesabatı almaq üçün hesabatlar, əsas hesabatlar, pul vəsaitlərinin dövriyyəsi bəndlərini seçirik. Açılan pul vəsaitlərinin dövriyyəsi pəncərəsində kitab, tarix və müəssisə sahələrinə məlumatlar açılan siyahılardan seçilərək daxil edilir. Sonra pul vəsaitlərinin kassa hesabı və ya bankda olan hansı hesab üzrə hərəkətini göstərən məlumatı seçirik. Nəhayət, hesabatı almaq düyməsini klikləmək lazımdır. Lazım gələrsə, alınan hesabatı Excel və Word formatlı fayllara ixrac etmək olar. Təhdil hesab üzrə hesabat formasında təhdil hesab üzrə seçilmiş vaxt intervalının başlanğıcı və sonu üçün balans, həmçinin debet və kredit üzrə dövriyyə məlumatları göstərilir. Təhdil hesab üzrə hesabatı almaq üçün hesabatlar, əsas hesabatlar, təhdil hesab üzrə hesabat bəndlərini seçirik. Bu zaman açılan təhdil hesab üzrə hesabat pəncərəsində kitab, tarix, müəssisə, hesab və valyuta sahələrinə məlumatları açılan siyahılardan seçərək daxil edirik. Sonra hesabatı almaq düyməsinə klikləməklə hesabat formasını ala bilərik. Bank hesabatı formasında seçilmiş tarix intervalında seçilmiş bank üzrə aparılmış bank əməliyyatları əks olunur. Hesabat formasında aparılan bank əməliyyatlarına dair bank mədaxil, məxaric və valyuta alınması sənədləri, bu sənədlər üzrə aparılan əməliyyatlara uyğun olan debit, kredit və qalıq məbləğləri göstərilir. Bank hesabatını almaq üçün hesabatlar, bank hesabatları, bank üzrə hesabat bəndlərini seçirik. Bu zaman ekrana bank hesabatı pəncərəsi açılır. Sonra kitab, tarix, bank, hesab və valyuta sahələrinə məlumatları açılan siyahılardan daxil edirik və hesabatı almaq düyməsini klikləyirik. Kontragent vərəqəsi hesabatı müştərinin əməliyyatlarının göstəricisidir. Bu hesabatı almaq üçün hesabatlar, marketinq hesabatları, kontragent vərəqəsi bəndlərini seçmək lazımdır. Sonra açılan kontragent vərəqəsi pəncərəsində kitab, tarix, müştəri və valyuta sahələrinə məlumatları açılan siyahılardan seçərək daxil edirik və hesabatı almaq düyməsini sıxırıq. Əsas vəsaitlər üzrə analitik hesabatlara aşağıdakı hesabatlar aid edilir. Əsas vəsaitlər üzrə ümumi hesabat, əmlak kartı, yenidən qiymətləndirmə hesabatı, hesablanmış amortizasiya cədvəli. Əsas vəsaitlər üzrə analitikanın əsasını əsas vəsaitlər üzrə ümumi hesabat təşkil edir. Bu hesabatı almaq üçün hesabatlar, əsas vəsaitlər üzrə analitika, əsas vəsaitlər üzrə ümumi hesabat bəndlərini seçirik. Sonra kitab, tarix və müəssisə sahələrinə məlumatları açılan siyahılardan seçərək daxil edirik və hesabatı almaq düyməsini sıxırıq. Bu hesabat vasitəsilə əsas vəsaitin yararlı olub-olmadığı barədə də informasiya əldə edə bilərik. Lazım gələrsə, hesabatı Word və ya Excel tipli fayla ixrac etmək olar. Qeyd etmək lazımdır ki, bu hesabat əsas vəsaitlərin ümumi məlumat toplusunu özündə əks etdirən dolğun hesabatdır. Əsas vəsaitlər üzrə analitikaya aid olan hesabatlardan biri də əmlak kartı hesabatıdır. Bu hesabatı almaq üçün
hesabatlar, əsas vəsaitlər üzrə analitika, əmlak kartı, menü bəndlərini seçmək lazımdır. Bu zaman ekrana əmlak kartı pəncərəsi açılır. Sonra kitab, tarix, hesab və müəssisə sahələrinə məlumatları açılan siyahılardan seçərək daxil edirik və hesabatı almaq düyməsini klikləyirik. Bu zaman alınan hesabat cədvəlində mədaxil və məxaric üzrə miqdar, məbləğ və amortizasiya məlumatları əks olunur. Ambar hesabatlarında müəssisənin ambarında olan malların qalığı, malların hərəkəti, malların ambardan silinməsinə dair məlumatlar əks olunur. Ambarın qalığı hesabatını almaq üçün hesabatlar, ambar, ambarın qalığı menü bəndlərini seçirik. Sonra açılan ambarın qalığı pəncərəsində kitab, tarix, ambar, malların qrupu və valyuta sahələrinə məlumatları açılan siyahılardan daxil edirik və hesabatı almaq düyməsini klikləyirik. Bu zaman ekrana seçilmiş tarix intervalı üçün müəssisənin ambarında seçilmiş mal qrupuna aid olan malların siyahısı çıxır. Malların hərəkəti hesabat formasında müəssisənin ambarında malların hərəkəti əks olunmuşdur. Həmçinin hesabat formasında müəssisənin daxilində daxili yerdəyişmə baş vermişdirsə, şöbələr, bölmələr üzrə hansı malın hansı şöbəyə keçdiyini də görmək mümkündür. Hesabat formasını almaq üçün hesabatlar, ambar, ambarda malın dövriyyəsi menü bəndlərini seçirik. Açılan pəncərəsində kitab, tarix, ambar, malların qrupu və valyuta sahələrinə məlumatları açılan siyahılardan seçərək daxil etmək və hesabatı almaq düyməsini sıxmaq lazımdır. Nəticədə ekrana seçilmiş tarix intervalında müəssisənin ambarında seçilmiş mal qrupuna aid olan malların hərəkətini əks etdirən cədvəl çıxır. Modulda malların hərəkəti hesabat formasını yaddaşda saxlamaq və çap etmək imkanı da mövcuddur. Məhsulun silinməsi hesabatında ambardan silinən mallar barədə məlumatlar əks olunur. Bu hesabat formasını almaq üçün hesabatlar, ambar, məhsulun silinməsi haqqında hesabat menü bəndlərini seçirik. Nəticədə ekrana məhsulun silinməsi haqqında hesabat pəncərəsi açılır. Sonra tarix, müəssisə və malların qrupu sahələrinə məlumatları açılan siyahılardan seçərək daxil edirik və hesabatı almaq düyməsini klikləyirik. Modulda məhsulun silinməsi hesabat formasının Word və Excel tipli fayllara ixrac edilməsi də mümkündür. Diqqətinizə görə təşəkkür edirik.